Allah Subhanahu taala biz bilirik hər bir şeyi xaliqi odur, hər bir şeyi xəlq eləyən odur. Allah Subhanahu taala görsən xəlq eləyib və hansını istəyir seçib, şərəfləndirib öz məxluqatından. Və məsələn, Allah Subhanahu taala göyləri yaradıb və lakin 7-ci göyü seçib, onu üzərində istiva eləyib, ərşə istiva eləyib. Necə Quranda deyir. Və biz bilirik ki, göylərdir, 7 qat, sonra dəniz gəlir, sonra Allah Taala'nın ərşidir. Və Allah Subhanahu taala ərşdədir. Yəni ora istiva eləyib. Lazımdır fikirləşmək, bəs ondan qabaq harda idi? Bəs oradan aşağı nazil olur, necə olur, ora boş qalır. O bizə görə hələdir. Bizə görə kim Allahı məxluqla müqayisə eləsə, məxluqda belə şey ola bilər. Məxluq çünki burada oturdu, ora getsə, bəli, bura boş qalacaq. Amma Allahla hələ deyil. Ona görə azmış tayfaların bu məsələdə azmaqların səbəbi də budur. Onlar Allahı məxluqla müqayisə eləyib, inkar eləyiblər Quran ayələrin, açıq ayələrin, açıq hədisləri. Ona görə Allah Subhanahu taala səmadadır, yəni hər şeydən ucada, hər gecənin 1/3 nazil olur səmaya, dünya səmasına və salam, biz iman gətiririk.